Bismillahirrahmanirrahim və bihi nəstə'in. Allahumma salli ala Muhammed və ali Muhammed. Salamun aleykum və rəhmətullah əziz izləyicilər. Hər vaxtınız xeyir olsun. Mövzumuz Yəmani cərəyanı barəsindədir. Yəmani cərəyanının taktikaları barəsində danışırdıq. Onlar öz müxatəblərini əldə etmək üçün hansı yollardan, üslublardan və daha doğrusu hansı hilələrdən istifadə edirlər. Bu günləri bəhsimiz çox önəmlidir və onların zəif nöqtəsini üzə çıxarır. İnşallah özünüz də düşünərsiniz üzərində bu mövzunun. Görün bunlar öz dəvətlərini hansı yolla həyata keçirirlər və müxatəbləri cəzb etmək üçün necə oyunlardan çıxırlar. Onlar metafizik məsələlərə çox söykənirlər müxatəbləri cəlb etmək üçün. Bir-bir bunları araşdıracaq, nə demək istəyirik. Məsələn, yuxu məsələsi. Onlar üçün Əhməd İsmail təbii ki, bunların başında durur. Əhməd İsmailə görə yuxu önəmlidir. Yəni, bir nəfər şəxs əgər istəyirsə Əhməd İsmailin haqq olduğunu bilsin, yəni Əhməd İsmail yalan danışmır, sözündə haqdır. Nə etməlidir? Əhməd İsmail yol göstərir. Mən oxuyacağam inşallah. Görün necə qəribə bir düşüncədir. Yəni deyir ki, əgər istəyirsən mənim haqq olduğumu biləsən, sən gərək dəstəmaz alasan, 3 gün oruç tutasan, xanım Fatime-i Zəhraya təvəssül eləyəsən və nəhayət yuxuda sənə deyiləcək ki, bu şəxs həqiqətən haqdır. Yəni Allah Taala tərəfindən seçilən bir şəxsdir, İmam Zamanın vəsisidir. Yəni yuxu vasitəsilə mən ancaq əldə edə bilərəm ki, Əhməd İsmail haqdır. Sual verir ki, mən necə eləyim? Həmən o kitab, bu kitab ki oxuyuram, maraqlıdır. Onun kitabları qəribədir. Bütün saytda, demək olar saytlarda bütün kitablarını yerləşdiriblər. Bütün kitablarını yerləşdiriblər o saytlarda. Mən onun bu hissəsini istəyirəm oxuyam. Deyir ki, sual verən soruşur ki, mən hardan bilim ki, sən İmam Zamanın vəsisisən, onun yəni mən sənin sadiq olduğunu necə qəbul edə bilərəm? Keyfə əstəti'u ən usaddiqə bi ənə Seyyid Əhməd Əl-Həsən huvə Rasulun elçidir. Kimin elçisidir? İmam Zamanın vəsisidir və elçisidir. Ən yaxşı yol hansıdır? Ən asan, sadə yol. Cavab da verir. Əhməd Əl-Həsən özü cavab verir. Sual verən də Zeynəb Əl-Musəvi adındadır. 1426-cı ildə bu sual verilib Hicri qəməri tarixi ilə. Deyir, əqsaru, ən qısa yol, tariqun lil iman bil qeyb huvəl qeyb. Qeybə iman gətirmək istəyirsənsə, qeyblə gərək iman gətirəsən. Yaxşı, qeyb nədir? Budur. İsəlillah, Allahdan istə. Bə'də ən təssumi, oruç tutandan sonra 3 gün oruç tut. Və tətəvəssəli və təvəssül elə. Çünki xanımdır deyə, ona görə qadın cinslərindən istifadə edir də. Fatimə binti Muhammedin haqqına təvəssül elə ki, haqqı Allah Taala sənə rüya və kəşf vasitəsilə göstərsin. Yəni, mən haqqam, mən İmam Zamanın vəsisiyəm. Yaxşı, mən hardan bilim sən İmam Zamanın vəsisən? Get, yuxuda gör. Axı, mən yuxuda görə bilmirəm. Deyir ki, gelib görməlisən. Görə bilmirsənsə, deməli, sənin imanın zəifdir. Sən zəif imanlısan. Əgər imanın güclü olsa, Allah Taala sənin mükaşifə ilə, yuxu ilə, müəyyən bir yolla ki, yəni qeyblə əlaqəsi var da, onunla bildirəcək sən mənim haqq olduğumu. Baxın, bu əslində məlumdur ki, ən gülünc, necə yəni, sən iddia edirsən, böyük iddiam budur ki, mən İmam Zamanın vəsisiyəm, mən səndən dəlil istəyirəm, sən mənə dəlil olaraq nəyi göstərirsən? Göstərirsən ki, sən yuxuda gör. Baxın, bu Əhməd İsmail özü məlum olduğu bu bəhslərdən də, hətta yəni yuxunu bir növ şəhadət kimi qəbul edir də, yəni şahiddir. Allah Taala sənə göstərir o yuxunu. Hətta bəzi yerlərdə də, kitabın bəzi yerlərində oxusaz görərsiniz, bəziləri deyir ki, mən yuxuda gördüm ki, Əhməd İsmaili qəbul edirəm falan, deyir ki, bəli, yuxunu haqqdır.
Amma gələk şey bəhsinə ki, bu yuxu məsələsini məsumlar Qur'an-ı Kərim qəbul edirmi? Biz baxanda görürük ki, o ki qəbul olunur məsumlar tərəfindən sadiq röyadır. Amma sadiq röyada şəri məsələlərdə keçərli deyil. Sadəcə peyğəmbərlərə aidli olur, vəhiy kimi yuxuda görmək, məsələn Həzrəti İbrahim məsələsi. Amma onunla şəri məsələni sübut etmək olmaz. Məsələn İmam Sadiq əleyhissalamdan bir dənə hədis var. Buyurur ki, İnnallaha əzzə və cəl ə'azzu min ən yura finnəvm. Allah təbarək və teala dini, inne dinallah, Allahın dini yuxuda görməkdən daha üstündür, daha əzizdir. Yəni kimsə gəlib şəri məsələsini yuxu ilə sübut edir. Mən yuxuda gördüm ki, dəstəmazı belə almaq lazımdır. Hüccət deyil ki, bu dəlil deyil ki. Hətta Əllamə Hilli öz kitabında buna diqqət eləyin. Əllamə Hilli bilirsiniz də bizim məşhur alimlərimizdəndir. Buyurur ki, və la yəstənidu iləl mənamati İlla duafaul uqul. Mənamat yuxulara yalnız ağılları zəif olanlar istinad edərlər. Yəni yuxu hüccətdir və mən yuxuya görə bu işi görürəm. Yalnız bu işi ağılları zəif olanlar edər. Əv mən ya o şəxslər ki, yuravvicunə biha nihələhum. Öz o fikirlərini, düşüncələrini ki, tərviz etmək istəyirlər, yaymaq istəyirlər və əhvaəhum həvai nəfsləri ilə istəyirlər həvai nəfslərinə tabi olsunlar, onlar gedib ki, eləyərlər ki, eyni ilə Əhməd İsmail bu cürdür. Əhməd Əl-Həsən də deyərlər də, məşhurdur. Əhməd Əl-Həsən daha çox deyildir. Bu işi görür. Yuxu ilə bütün məsələləri istəyir həll eləyir. Təbii ki, təkcə yuxu yox, inşallah deyəcək, təvil də edir ki, özdə ifrat dərəcəsində və əqli tamamilə kənara qoyur. Və bizim alimlərimiz, şiə alimlərimiz yuxunu şəri bir hüccət bilmirlər. Bu önəmli məsələlərdən. Lakin bütün demək olar şiə alimlərinin əksinə çıxır və deyir ki, mənim haqq olmağımı sən yuxu ilə əldə edə bilərsən. Digər yolda deyir ki, istixarədir. İkinci məsələ ki, mənim haqq olduğumu qəbul etmək istəyirsənsə, istixarə ilə edə bilərsən. Yəni, get, Qur'an-ı Kərimi aç, şək edirsən, görəsən bu İmam Zamanın vəsisidir, yoxsa vəsisi deyil, Qur'an aç, əgər yaxşı gəlsə, Allah sənə göstərəcək orada ki, bu İmam Zamanın vəsisidir. Baxın, atır müxatəblərin boynuna. Belə bir şeyimiz yoxdur, təbii ki, bu uşaq aldatmaq üçün bir yoldur. Və həmçinin xülasə yəni deyir ki, Allah şəhadət verəcək ki, mən İmam Zamanın vəsisiyəm. Allah şəhadət verəcək. Təbii ki, biz bilirik istixarə mövzusunda alimlərimiz baxmayaraq ki, istixarəni caiz bilirlər. Amma istixarənin mənası budur ki, Allahdan biz xeyir tələb edirik. Bu deməkdir. İstixarənin mənası bu deyil ki, mən gedəm filan kəs imamdır, imam deyil, onu təyin etmək üçün ya imamın canişini gedəm istixarə eləyəm. Bunlar hamısı mənasız şeylərdir. Hətta bəzi alimlərimiz buyururlar ki, istixarə ancaq namaz və dua ilə olar. Hətta Qur'anla istixarəni belə qəbul etmirlər. Bəziləri istixarəni hətta bir mənalı şəkildə inkar edirlər. Məsələn, İbn İdris Hilli o şəxslərdən biridir. Yəni, fiqhi məsələlər və xüsusilə etiqadi məsələlər araşdırma üzündən olmalıdır. Mən istixarə eləyirəm, əgər bu gəlsə, mən etiqad bəsləyəcəm. Bu, yanlış düşüncədir. Harada yazılıb bu? Nəyə əsasən bu sözü deyirsən? İstixarə yalnız şübhəli yerlərdə olur. Hansı məsələlərdə? Görəsən, mən məşvərət eləyirəm, ağıldan düşünürəm, hər bir şey yola qoyuram, bir nəticəyə gələ bilmirəm, orada istixarə edirəm. O da ki, təbii ki, müstəhəb işlərdə, bəzi vacibdə ki, nə istixarə, haramda ki, istixarə yoxdur, müstəhəb işlərdə bu görülür, ya mübah işlərdə. Xülasə, gördüyünüz kimi bu şəxs istixarədən istifadə eləyir və öz müxatəblərinə, tərəfdarlarına deyir ki, əgər istəyirsiniz mənim haqq olduğumu biləsiniz, gedin istixarə eləyin. İstixarə görəcəksiniz ki, Allah mənə şəhadət verir və mənim vəsi olduğuma Allah təbarək və teala özü qəbul edir. İnşallah növbəti bəhsimizdə təvil məsələsinə və mübahilə məsələsinə işarə edəcək, maraqlıdır. Növbəti bəhsimizə qədər və assalamu aleykum və rəhmətullahi və bərəkatuhu.